Salam hörmətli şagirdlər, biz bu günlərim 9-cu siniflər üçün növbəti sınaq izahına baxırıq. Bir nömrəli sualdan başlayaq. Burada biz nə görürük? Deyir ki, A natural ədədi üçün əkub A24 vuraq əbub A24 bərabərdir 8A kvadrat olarsa bizə deyir A-nı tapın. Biz belə bir düstur bilirik də, hansı düstur? Əkub AB vuraq nə? Vuraq əbub AB. Bu nəyə bərabər idi? Əkub AB vuraq əbub AB. Bu bərabər deyil A vuraq B-yə. İndi biz burada bu düsturdan istifadə edirik. Burada necə edirik? Fikir veririk ki, burada A ilə 24 ədədinin əkubu ilə əbubun hasını bərabər edib 8A kvadratını. Bu A ilə 24-ün əkubu ilə əbubun hasılı ilə A vuraq 24-ə bərabərdir. Onu da nəyə bərabər edib? 8A kvadratını. Burada A ilə A-nın biri gedir. 8A bərabərdir 24-ə. A da bərabər olur neçəyə? 3-ə. Bu belə. Bu da oldu hansı bənd? A bəndi. Keçdik buradan ikinci suala. İkincidə bizə nə deyir? Deyir, satıcı almanın 30%-ni birinci gün, 24%-ni ikinci gün, qalan 92 kilo almanı isə üçüncü gün satdı. Üçüncü gün onda neçə faiz qaldı burada? Deməli, 46%. Hər bir şey bizim üçün 100% isə 46% qalıb, üçüncü gün satılıb. Onda üçüncü gündə 92 kilo satılsa, onda 46% deməli 92 kilodur. Hər bir şey də bizim üçün 100%dir, 100-ə də x-dir. Buradan çarpaz olub tapacaq ki, x edir neçə? 200. Deməli, o 200 kilo alma satıdır. Bizə də deyir, birinci gün nə qədər satılıb? Birinci gündə 30% deyən, 200-ün 30%-ni tapırıq, 30-a vurup 100-ə bölürük. O deyir neçə? 60. Bu da olur. Hansı bənd? B bəndi. Bizə üçüncü sualda nə deyir? Deyir ki, iki zər eyni anda atdıqda üst-üzə düşən xallar fərqinin 2 olması hadisəsinin ehtimalını tapın. Baxın, iki zər atışdansa burada mümkün hallar sayı 36-dır. Düşən xallar fərqinin 2 olmasını istəyirsə, gərək 1-3 düşə ya 3-1 düşə. Sonra 2-4 düşə ya da 4-2 düşə. Sonra neçə? 3-5 düşə, 5-3 düşə. Sonra hansı düşür? 4-6, bir də 6-4 olar. Burada da neçə dənə əlverişli halımız oldu? 8 dənə. O da 4 ixtisar gedəndə qalır 9-da 2. O da olur hansı bənd? A bənd. Keçdik buradan 4-cü suala. 4-cü sualda bizə nə deyir? 0-dan 1000-də 25 ədədinin deyir, qiymətli hissəsi ilə tərtibinin hasını tap. İlk öncə biz bunu standart şəkildə gətirməliyik. Ədədin standart şəkildə A vuraq 10 üstə n şəklindədir. A burada qiymətli hissədir və A hansı aralıqda olur? 1 ilə 10 arasında olur. N də burada tam ədəd olur. İndi biz bunun 1 ilə 10 arasına gətirməliyik. Onda olacaq 2,5 vuraq 10 üstündə. İndi vergül gəldi burada durdu da. Düzdür, buradaydı, burada gəldi. İndi bu neçə rəqəm sağa getdi? 2 rəqəm, onda 10 üstü -2 yazırıq. Deməli, qiymətli isə 2,5-dir. Tərtibdə -2-dir. Bunların da hasil edir -5, o da olur C bəndi. Keçdik 5-ci suala. 5-də bizə nə deyir? Deyir, x kvadrat çarpı 7x bərabər 0 tənliyin köklərin hasını tap. Yəni bizdən x1 vuraq x2-ni istəyir. Biz bilirik ki, burada x1 üstəgəl x2 bərabərdir 7-yə, x1 vuraq x2 isə nəyə bərabər olacaq? Elə 0-a bərabər olacaq. Çünki bizim kümümüz burada yoxdur da, ona görə 0-dır. O da olur hansı bənd? D bəndi. Sonra keçdik buradan hansına baxırıq? Deməli 6-cı suala baxırıq. 6-da bizə nə verib? Veribdir ki, kök adda 3 çıxaq 1. Vuraq bir dənə verib 4 üstəgəl 2 kök adda 3-ün veribdir. Bizə deyir bu hasılı tap. Burada birinci mötərizə ilə işimiz yoxdur. Fikir veririk ki, bax bu kökün altı kök adda 3 üstəgəl nədir? 1-in kvadratının açılışıdır. Burada bu kvadratla bu kök gedir. Qalır nə? Kök adda 3 çıxaq 1. Vuraq nə olur? Vuraq kök adda 3 üstəgəl 1. Bu da kvadratlar fərqidir. Yəni nədir? Kök adda 3-ün kvadratı çıxaq 1-in kvadratının açılışıdır. O da bizə nəyə verir? 3 çıxaq 1. Bu deyir neçə? 2. O da olur. Hansı bənd? E bəndi olur. Keçdik buradan 7-ci sualı. Burada nə oldu? X minus 2-nin kvadratı üstəgəl nədir? Y kvadratıdır, bərabərdir 25-ə. Tənliyi ilə verilmiş çevrənin uzunluğunu tap. Çevrənin uzunluğunu biz bilirik ki, 2 pi-lə tapılır. Bizdən də bax bunu istəyir. Düzdürmü? Pi-miz də neçə veribdir orada? 3 veribdir. Düzdür. Biz bildik ki, burada r kvadratı nəyə bərabərdir? 25-ə. Onda r-miz deməli neçəymiş? 5 imiş. Gətirib burada yerinə yazsaq olacaq 2 vuraq. Düsturda yerinə yazsaq 2 vuraq, 3 vuraq, 5. O da eləyir neçə? 30. O da olur. Deməli C bəndi.
Keçdik buradan 8-ci suala baxaq. 8-ci sualda bizə nə deyir? Baxın, elə birbaşa yazaq burada. Sürəti necə yazarıq? O müxtəsər vurma düsturuna əsasən kvadratlar fərqli şəklində yazsaq, deməli, açılışını tətbiq elədik. Burada da x üstəgəl x-də 1-dir. Vuraq nədir? X kvadrat bölək x plus 1-dir. Burada bunlar ixtisar getdi. Qaldı nə? Deməli, məxrəcdə qalır x plus 1, sürətdə isə x kvadrat vuraq, x minus x-də 1-dir. İndi burada nədir? X plus 1-də olur x kvadrat vuraq, buna məxrəci 1 kimi baxsaq, 1 ilə x ortaq məxrəci x-dir və bunu bura vuracaq, çarpaz bunu da bura. Olur x kvadratı minus 1. Burada nə olur? Bu x ilə bu x-in bu x təmiz edir, burada 1 qalır, burada isə bir dənə x-imiz qalır. Məxrəcdə x plus 1-dir, sürətdə də oldu x vuraq, bunu da kvadratlar fərqi kimi açsaq, olacaq x minus 1 vuraq x plus 1. Burada da x plus 1-ə gedir və bu x-i də içəri vursaq, onda nə alınır? X kvadratı minus x alınır, o da olur A bəndi. Keçdik buradan 9-a baxaq. 9-da bizə nə verir? O sürəti ilə birbaşa yazsaq, kvadratlar fərqi kimi yazsaq, 5 çıxaq 5-də 1. Vuraq nə olacaq? 5 üstəgəl 5-də 1. Məxrəcdə də nədir? 5 üstəgəl 5-də 1-dir. Düzdürmü? Vuraq nədir? 10-dur. Buradan 5 üstəgəl 5-də 1-lər gedir. Bu 5-dən də 5-də 1-ə çıxanda qalır 5-də 24. Vuraq neçə? 10. Bunlar ixtisar getdi. 1, 2, 10. 24-də 2-yə vuranda neçə verir? 48. Bu da bizə nəyi verir? B bəndini verir. Keçdik 10-cu suala baxaq. 10-cu sualda bizə nə verir? Deyir, B parametrinin hansı qiymətində x kvadratı, yəni bu bərabərlik x-in istənilən qiymətində doğrudur. X-in istənilən qiymətində doğrudur, yəni o deməkdir ki, B-yə elə bir qiymət verək ki, B parametrinə bu eyniliyə alınsın da. Biz sol tərəfin açılışını yazsaq, sol tərəfin açılışı belə olur. X minus 3 vuraq x plus 3 bərabərdir x minus 3. Vuraq nədir? X plus B minus 2-dir. Düzdür. Buradan x minus 3-lər gedir. Burada da x plus 3 bərabərdir nəyə? X plus B çıxaq 2 olur. Buradan da bu x-lər getdi. B də bərabərdir. Bu 2-ni bu tərəfə keçirsək, B də bərabərdir neçə? 5-ə, o da olur D bənd. Keçdik buradan 11 nömrəli suala baxaq. 11-də bizə nə deyir? Deyir, ədədin 2-də 1 hissəsi 10-da 1 hissəsindən neçə faiz çoxdur? Mən bunu fərq bölək dandən düsturu ilə istifadə edib yazaram. Fərq bölək dandən bu vuraq 100%. Bu düstur biraz uydurma düsturdur. Yəni bundan amma benim bu tipli misalların məsələnin həllində eləsəz düz alınır. Bax, fərq nədir? Fərq sözünə nə yazacaq? O 2-də 1 ilə 10-da 1 arasındakı fərqi. 2-də 1 ilə 10-da 1 arasındakı fərq eləyir 10-da 4. Yazıram sürəti 10-da 4 fərq sözü yerinə. Bax, deyir 2-də 1 hissəsi 10-da 1 hissəsindən dən şəkilçisi hansına əlavə olunubdur? 10-da 1-ə. O dən yerinə deyəsə 10-da 1 vuraq nə? 100%. Burada da onlar ixtisar getdi. 4-ü 1-ə bölüb. 100'ə vuranda eləyir 400%. O da olur. Hansı bənd? E bəndi olur. Sonra buradan keçdik 12 nömrəliyə. Bunu 12 nömrəlini şəklin üzərində izah edəcəm. Burada bizə deyir ki, BAC 38 dərəcədir, ACB 44 dərəcədir və AD ilə BD bir-birinə nədir? Bərabərdir. Onda burada biz nə görürük? Biz burada görürük ki, burada artıq bir dənə nə var? Bərabər yanlış bucaq var da, düzdür. Onda bura 38-dirsə, burada 38-dir. Və bizdən də CBD bucağını istəyir, bura X-dir. İndi biz bilirik ki, bax bu ümumi üç bucaqdır da, düzdür. Üç bucağın daxili bucaqların cəmi neçə dərəcə olur? 180. Yəni 38 plus X plus 38 plus 44 bərabərdir neçə? 180-ə. Düzdürmü? Buradan da 38 neçəni verir bizə? Deməli 76 üstəndə 44 gələndə elir 120. 120 üstəgəl X bərabərdir 180-ə. X də bərabərdir neçə? 60-a. Bu da olur hansı bənd? B bəndi. Sonra keçdik buradan 13 nömrəli. Deyir, düzbucaqlı paralelpeydən oturacağın tərəfləri x plus 5. Deyir, düzbucaqlı paralelpeydən hündürlüyü 8 və həcmi 192 olarsa x-i tapın. Biz bilirik ki, düzbucaqlı paralelpeydən həcm düsturu nə idi? A, B, H. Bu A ilə B oturacağın tərəflərdə H da burada hündürlükdür. Onda deməli 192 bərabərdir burada. X vuraq x plus 5.
Vuraq bir dənədir 8-dir. Hər tərəfi 8-ə bölsək, burada qalır 2, 4. Demək, 24 bərabərdir. X vuraq, x plus 5. İndi burada da fikirləşək ki, hansı ədədlərdə x-imiz olacaq 3. Çünki 3'ü, bu 3 olsa, bu da 3'ün üstündən 5'dən 8, 3'dən 8'in 24 edirdi. O da olur, hansı bənd? C bəndi. Keçdik 14'ə baxaq. 14'də görək bizə nə verir? Sürətə verib x üstəgəl 10,8, məxrəcdə də verib 2,4 bərabərdir 7. Bu 7'yə məxrəci bir kim var çarpaz vursaq, olacaq x plus 10,8 bərabərdir neçəyə? 9,8'ə. Buradan da deməli, yox, daha doğrusu 9,8 yox, deməli 16,8'e buradan da x bərabər olacaq 6, o da olur, hansı bənd? A bəndi olur. Bu da belə. Keçdi buradan 15'ə baxaq. 15'də görək bizə nə deyir? Deyir ki, A çoxluğu veribdir. Elementləri də nədir? 0, 3, 5'dir. Deyir, bu çoxluğun elementlərindən istifadə etməklə əmələ gələn bütün iki rəqəmli ədədlərin sayını tapın. Burada da deməli bütün iki rəqəmli ədədlər deyir də. İki rəqəmli deyirsə 2 dənə rəqəm yerinə yazırıq. Burada neçə dənə element var? 3 dənə. Biz bilirik ki, amma sıfırdan başlayan ədəd yoxdur. Onda birinci rəqəm seçmə imkanımız 2 dənədir. Vuraq. Burada vurma prinsipindən istifadə edirik də. Burada rəqəmləri müxtəlif demirdi. Yəni ikinciyə biz burada bu üçündən hansını istəsək yaza bilərik. Ona görə 3 dənə seçim imkanım var. 2 vuraq 3 o deyir 6, o da olur hansı bənd? Da bənd. Sonra keçdik buradan 16'ya. 16'da bizə nə deyir? 2 oxşar üç bucağın deyir, uyğun tərəfləri 15 və 18'dir. İkinci üç bucağın, bax 2 dənə oxşar üç bucaq var. Biri olsun A, B, C, biri də olsun nə? Bizə dəqiqə A1, B1, C1. Bunun tərəfi bura 15'dir, bunun tərəfi 18'dir. Deyir, ikincinin perimetri P2 79,2'dirsə, birincinin deyir perimetrini tapın. P1 bərabərdir sualı. Biz bilirik ki, oxşar üçbucaqlarda perimetrlərin nisbəti nəyə bərabərdir? Elə tərəflər nisbətinə, yəni A1 bölək A2. Gətirib burada da yazsaq, olacaq P1 bölək 79,2 bərabərdir nəyə? 15 bölək 18'ə. Bunlar da deməli burada ixtisar gedir burada. Qalır burada 1. Burada da 4,4 qalır və biz də bunları çarpaz vursaq P1 bərabər olacaq. Buradan nə? Deməli olur 66'ya və sonra ikinci üçbucağında perimetre buyurmuş. Bizlər 17-ci suala gəlin keçib baxaq. Burada bizə nə verib? Yazıbdır ki, pi çıxaq 4, vuraq 2x minus 11 böyük bərabərdir nə verib? 0. D bərabərsinin ən böyük tam həllini tap. Biz bərabərsizlikdə tələsmirik. Pi minus 4 ədədi necə ədəddir? Müsbət yoxsa mənfi deyirsə mənfi. Çünki pimizin qiyməti 3,14'dür. Təqribə olaraq 4 çıxanda mənfi edir. Yaxşı, mənfini nəyə vurubdur ki, bu 0-dan böyük bərabər alıbdır. Mənfini deyirsən ki, mənim mənfiyə vuranda bu hal yaşanır da. Onda deməli 2x minus 11'imiz ya 0-dan kiçikdir ya da ona bərabərdir. Bunu 11'i sağa keçirsək 2x kiçik bərabərdir 11'dən, x də kiçik bərabərdir neçədən? 5,5'dən. Deyir, bərabərsizin ən böyük tam həllini tap, o da 5'dir də, düzdür? Və salam. Keçdik 18'ə. 18'də bizə nə verib? Bizə deyir ki, A parametrinin hansı qiymətində k-4 və 3 nöqtəsi 6x çıxaq 5y bərabərdir 21 düz xəttinin üzərindədir. Üzərindədir deyirsə, bu x-dir, bu y-dir. Gətirib yerinə yazırıq. Deməli, nə olur? 6 vuraq k-4 çıxaq 5 dəfə də 3'ün neçədir? 15 bərabərdir 21'ə. Bu 15'i bu tərəfə getirsək, olur nə? 6 vuraq k-4 bərabərdir neçə? 36'ya. Hər tərəf 6'ya bölsək, k-4 bərabərdir 6'ya. K da bərabərdir neçə? 10'a. Və salam. Deməli, cavab 10'dur. Sonra keçdik buradan 19'a baxırıq. 19'da da bizə 2 dənə çoxluq verib, bunların birləşməsini element sayını istəyir. Birləşdirəndə də hər ikisini bir yerə yığırıq. O da olur neçə? 1, 2, 3, 4. Hər bir elementdən amma bir dənə olmaqla. Sonra nə yazacaq? 6, 10, 13. Burada da deməli neçə dənədir? 3, 6, 7 dənədir. Onda deməli n A birləşir B bərabərdir neçə? 7'ye. Tabii 7, bu da belə. Sonra keçdik 20 nömrəli suala baxaq. 20'də bizə nə deyir? Sahəsi 144 pi
kvadrat santimetr olan dairənin diametrini tap. Deməli biz bildik ki, dairənin sahəsini pi r kvadratından tapırıq. Pi r kvadratımız onda nəyə bərabərdir? 144 pi-yə. Buradan pi-lər getdi. R kvadratımız 144-dürsə, r-imiz də neçədir? 12-dir və diametr istəyir. Diametrdə radiusun 2 mislidir. Bu da 2 vura 12, o da eləyir neçə? Deməli, eləyir 24. Bu da olur belə. Cavab 24. Sonra keçdik buradan 21-ə baxaq. 21-də bizə nə verib? Deyir, b bərabərdir 12 olarsa 5000 minus 58 ifadəsinin qiymətini tap. Gətirib yerinə yazırıq. 5 vura 12 çıxar 58. O da bizə neçəni verir? 2-ni verir. Burada da olur cavab neçə? 2. Sonra keçdik buradan 22 nömrəyə suala baxaq. Deyir, düzbucaqlı trapesiya. Düzbucaqlı trapesiya deyirsə, biz bir dənə düzbucaqlı trapesiya çəkək burada. Aha. Bizə nə deyir burada? Deyir, düzbucaqlı trapesiyanın kiçik diaqonalı budur. Deyir, yan tərəfinə perpendikulyar olub və böyük oturacaqla 30 dərəcəli bucaq əmələ gətirir. Düzbucaqlı trapesiyanın deyir, böyük yan tərəfi 8 olarsa, trapesiyanın orta xəttini tap. Bura 8-dirsə, biz burada nə görürük? Biz burada bir dənə düzbucaqlı üçbucaq görürük, düzdür? Və biz bilirik ki, 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısıdır. Onda bura neçəymiş? 16-ymış. İndi biz burada nə var? Onda burada 60 dərəcədir. Buradan bura bir hündürlük çəksək, burada onda 30 dərəcədir. Düzdürmü? 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısıdır. Bu da bir düzbucaqlı üçbucaqdır. Düzdürmü? Bax, bunun özdə bir düzbucaqlı üçbucaqdır. Onda bura 4-dür. Onda bura ümumi 16 idi axı. Onda bura nə qədər qalır? Burada qalır 12. Bura 12-dirsə, burada 12-dir. Bizdən də orta xətt istəyir. Orta xəttdə oturacaqların cəminin yarısıdır. Onda L də bərabərdir. 12 ilə 16 edir cəmi 28. 2 də bərabər edir 14. Cavab olur 14. Sonra 23-ə baxaq. Sahəsi 324. Deyir, sahə neçədir? 324 kvadrat santimetr olan kvadrat formalı vərəqdən eni 2 və uzunluğu 6 olan neçə ədəd düzbucaqlı formada vərəq kəsmək olar? Burada biz nə arayacağıq? Həmin o kəsəcəyimiz o vərəq var, düzbucaqlı formasında. Onun sahəsini tapacağıq. Enin uzunluğuna vururuq 12. Deməli, indi biz müəyyənləşdirməliyik ki, görək 324-ün daxilində neçədən 12 yerləşir? 324-ü bölürük neçəyə? 12-yə. 32-nin içində 12 2 dəfə, bu edir 24, çıxanda qalır 8, 84-ün içində 12, 7 dəfə, bu da 84 belə. Olur neçə? 27 dənə. Keçdik buradan 24-cü suala baxaq. 24-də bizə nə verir? A üstəgəl 2 vuraq x kvadratı çıxaq 6x üstəgəl 17. Deyir ki, kvadrat üçərlisinin ən kiçik qiyməti 8 olarsa, deyir A parametrini tap. Ən kiçik qiymətimiz, yəni enimiz 8-dir, düzdür? Deyir A-nı istəyir bizdən. A bərabərdir nəyə sualı? Enin düsturu hansı idi? Ən kiçik qiymətin düsturu 4AC çıxaq B kvadratı bölək nə idi? 4A. İndi gətirib yerinə yazsa, onda nə olacaq? 8 bərabərdir. 4-ü, bax, bu C-miz neçədir? 17-dir. Vuranda edir 68 vuraq A plus 2. Çıxaq. B-miz də burada neçədir? -6-dır. Kvadrat edir 36 bölək 4 vuraq A plus 2. Aha. Burada nə olacaq? 8 bərabərdir. Vuru başsa olacaq 4A plus 8. Burada da olur 68A üstəgəl 68-i 2-yə vuranda 136 edir. Bax, bu 36-nın da çıxanda qalır 100. Burada nə alırıq biz? Deməli, çarpaz vuraq. Bu məxrəcən bir kimi baxıq. Əslində 4-ə də bölə bilərdik. Onlar nə? Burada 8 dəfə 4-üm deməli neçə edir? Edir 32. Deməli 32A üstəgəl 64 bərabər də 68A üstəgəl 100. Burada da bu bir tərəfə keçər. Sola 38A da sağa. Onda 36A bərabər olacaq -36-ya. A da bərabərdir nəyə? -1-ə. A-nı istəyirdi, o da -1. Cavab olur -1. 25-ə baxaq. Deyir, bərabər tərəfi üçbucağın perimetri 24 kökatda 3-dür. Onda onun tərəfi deməli neçədir? 8 kökatda 3-dür. Onun daxilinə və xaricən çəkilmiş çevrələrin radiuslarını tap. Biz bildik ki, orada böyük yer 2 kiçik yerə bərabərdir. Bizdən də böyük yerlə kiçik yerin cəmini istəyir. Böyük yer xaricə çəkilmiş çevrənin radiusudur. Kiçik yer daxili. Onda o da 3 yerə bərabərdir. Burada da 3 vuraq. Radiusun düsturu da belə daxili çəkilmiş çevrə A kökatda 3 bölək 6 idi. O da olur nə? 3 vuraq. Burada 6-da deməli nə? 8 kökatda 3 vuraq.
kök adda 3. Burada 6 ilə 3 ixtisar getdi. 1, 2, 2 ilə də 8 ixtisar getdi. 4, 1. Burada da kök adda 3, kök adda 3'e vuranda 3. Bunu da 4'e vuranda edir 12. Cavab oldu neçə? 12. Sağ olun.